İnsan başına gələn müsibətlərə, imtahanlara iki tərəfdən baxmalıdır. Birinci, daim Allaha həmd eləməlidir ki, ey Rəbbim, sənə həmd olsun hər bir müsibətə görə. İkincisi, kim sənə müsibət edib, ona nəsihət etmək. Ona şəriətə zid yox, şəriətə müvafiq nəsihətlər etmək. Misal olaraq insan namaz qılmır. Namaz qılmayan demək ki, o namaz qılmır, mən namaz qılmamandan daha fəzilətliyəm, özünü üstün tutma. Əksinə bunu Allahdan gör ki, bu Allahın sənə müvəffəqiyyətidir. Allah sənə müvəffəq edib ki, bu ibadəti eləyirsən, bu fəziləti sənə verib. Eləcə deyirəm ki, Allaha həmd olsun ki, məni əfv eləyib, məni təmizə çıxarıb. İkinci nahiyədən baxsaq, ona nəsihət eləməlisən. Yəni bu etmədiyi, qılmadığı namaza görə, etdiyi günahlara görə ona nəsihət eləməlisən, amma təklikdə, insanlar arasında onu biabır eləməyəsən. Yəni insanın ibadətlərdə davamiyyətli olması bu Allah tərəfindən olan bir nemətdir. Ona görə də bu nemətləri sən Allahdan biləsən. Güc, qüvvət yalnız Allahdır deyirsən. Nə vaxt deyirsən? Nə vaxt ki, müəzzin səni namaza çağırır, heyyə aləs-salah deyir, namaza tələsin, onda deyirsən ki, güc, qüvvət yalnız Allahdandır.